Xərc maddələrinin sistemə əlavə edilməsi üçün sol tərəfdə menyuların içində maliyyə bölməsinə keçid edirik. Açılmış bölmədə yuxarıdakı başlıqlarda xərc maddələr bölməsində iş daxil olduğunuz zaman xərc maddələr bölməsində artıq bir neçə xərc maddəsinin hazır şəkildə əlavə edildiyini görəcəksiniz. Bu dəstək məqsədli əlavə olunub. Şirkətlərdə çox istifadə olunan adlar nümunə üçün əlavə olunub. Burada hər hansı bir xərc maddəsinin üzərinə kliklədikdə onun içindəki xərc adları sağ tərəfdə görünməyə başlayır. Ambardakı məhsul qatalığına bənzər məntiqlə çalışır. Sol tərəfdə xərc maddəsi, sağda isə onun içindəki adlar görünür və lazım olduqca yeni xərc maddələri sistemə əlavə edə bilərik. Şərti olaraq xərc maddələri hissəsindən əlavə et düyməsinə daxil olub xərc maddəsinin adını qeyd edəcəyik və xərcin növünü müəyyənləşdirəcəyik. Xərcin növü dedikdə nəzərdə tutulur ki, mənfəət hesabatı formalaşanda satışdan formalaşan məcbur mənfəətdə xərclərin çıxırma ardıcıllığı var. Bu ardıcıllığın doğru formalaşması üçün və xərclərin də növlər üzrə hesabatının formalaşa bilməsi üçün xərci əlavə etdikdən sonra bu xərcin hansı növə aid olduğu seçilir. İnzibati xərclər adətən kommunal, icarə, nəqliyyat və s. kimi xərclər nəzərdə tutulur. Əməliyyat xərcləri əməliyyatla bağlı, yəni istehsalat prosesi ilə bağlı ya da xidmət göstərilməsi ilə bağlı çəkilən xərclər əməliyyat xərcləri kateqoriyasına aiddir. Maliyyə xərcləri dedikdə maliyyə əməliyyatlarının icrası prosesində formalaşan xərclər, şərti olaraq kreditin, faizinin ödənişi, köçürmələrdən komissiyalar və s. kimi maliyyə əməliyyatları zamanı formalaşan xərclər nəzərdə tutulur. Vergi xərcləri adından bəlli olduğu kimi vergi üzrə ödənişlər nəzərdə tutulur. Gömrük xərcləri xərcdən gətirilən məhsullara görə çəkilən gömrük ödənişləri nəzərdə tutulur. Bu kateqoriyalardan heç birinə aid olmadıqda isə digər bölməsi seçilə bilər. Xərc maddəsini əlavə etdikdən sonra həmin xərc maddəsinin üzərinə klikləyib sağ tərəfdə onun daxilində xərc adları formalaşdıra bilərik. Əgər mövcud xərc adlarından hər hansı birinə dəyişiklik düzəliş etmək lazım gələrsə, xərc maddələrinin qarşısındakı 3 nöqtəyə daxil olub, şərti olaraq düzəliş et düyməsinə daxil olub, misal üçün bank xərcləri və ya qeyd etdiyimiz kimi əməliyyat xərci yox, maliyyə xərci kateqoriyasına aid olacaq, dəyişəcək. Və yaxud 9-cu gömrük xərcləri də 3 nöqtədən düzəliş edib. Xərc növü gömrük tipli xərc olduğuna görə gömrük seçilməlidir, düzəliş edəcək. Və yaxud ehtiyac olmayan hər hansı bir xərc maddəsi və yaxud adı olarsa, qarşısındakı 3 nöqtədən həmin xərc maddəsini və yaxud xərc adını silib, lazım olarsa yenilərini artıra bilərik. Xərc maddələri sistemə tanıdıldıqdan sonra bu maddələr üzrə əməliyyatların icrası yuxarıda birinci əməliyyatlar bölməsindən həyata keçirilir. Yeni əməliyyata daxil oluruq. Açılan pəncərədə ikinci başlıq xərclər bölməsinə keçid edirik. Burada əməkdaş və yaxud istifadəçi seçilə bilir. Bunun məqsədi xərci icra edən əməkdaşın adının qeydata götürülməsi üçündür. Burada əməkdaşların siyahısından hər hansı bir əməkdaş adı seçilə bilər və yaxud da tənzimləmələr düyməsinə daxil olub, aşağıda xərc üzrə məsul şəxsi istifadəçiyə dəyişdirib, istifadəçilər bölməsindən sistemə əlavə edilmiş menecerlərdən birinin adı da seçilməsi mümkündür. Əməkdaşın adı seçildikdən sonra əməliyyatın növü təbii olaraq hər zaman məxarici olacaq. Əməliyyatın tarixini təyin edəcəyik. Xərc nə zaman icra olunub, keçmiş tarixlərdə də xərc əməliyyatı aparılması mümkündür. Xərc mərkəzi növü avtomatik baş ofis seçiləcək. Xərc mərkəzi növü baş ofis seçildiyi təqdirdə bu şirkətin ümumi xərci olduğu mənasına gələcək. Baş ofisi dəyişib müqavilə seçəcəyimiz təqdirdə bu layihə üzrə xərc formalaşdığı təqdirdə istifadə olunub. Müqavilə seçdiyimiz təqdirdə xərc mərkəzi hissəsində əgər layihələr formalaşdırmışıqsa ticarət bölməsindən, o zaman bu layihələrin adları görünəcək və bu layihələrdən hər hansı birinə həmin xərci yönləndirmək olar. Həmin layihənin xərc hesabatına düşəcək və mənfəətliyini formalaşdıracaq. İstehsalat seçdiyimiz təqdirdə icra edəcəyimiz xərcin istehsalatdakı hər hansı bir məhsulun mayə dəyərini formalaşdıracaq şəkildə yönləndirmə imkanı verir. İstehsalatın qarşısında yenə də xərc mərkəzindən istehsal sənədlərindən hər hansı birini seçəcək və oradakı məhsulun mayə dəyərini ölçəcək bu icra etdiyimiz xərc. Qaymə seçdikdə isə icra etdiyimiz xərci hər hansı bir alış və yaxud satış qayməsinə yönləndirmə imkanı verir. Yəni şərti olaraq məhsulu satmışıq, amma eyni zamanda bunun çatdırılmasında həyata keçirilmişik. Əlavə çatdırılma ödənişi xərcə çıxıb bizdən. O xərci icra edən zaman spesifik hansısa bir alış və yaxud satış qayməsinə həmin xərc yönləndirilə bilər. Hələlik baş ofis seçərək davam edirəm. Baş ofis seçəndə şirkətin adı düşəcək.
Əməliyyatın kateqoriyası təyin edəcəyik. Əməliyyatın kateqoriyası bayaq xərc maddələrindən açdığımız adlardır. Şərt olaraq nəqliyyat xərci, misal üçün yanacaq xərci və məbləği təyin edəcəyik. Əgər birdən çox xərci eyni anda icra etmək istəsək, qarşısındakı əlavə et düyməsindən sətirlərin sayını artıraraq başqa xərcləri də seçib qiymətlər dəyərlərini qeyd edə bilərik. Burada yazdığımız məbləğləri sistem toplayacaq və biz hesab seçəcəyik. Yəni bu ödəniş hansı hesabdan icra olunur? Nəqd bank kart hesablarından ödənişlər həyata keçiriləcək. Ofis kassasında pulumuz olduğu üçün ofis kassası seçirik və təsdiq edirik. Bu formada xərclərin icrası həyata keçirilir. Bu hissədə də xərclərin, ümumiyyətlə maliyyə əməliyyatlarının tamamı bu hissədə görünür. Eyni zamanda xərc əməliyyatları da bu hissədə görünür. Əgər hansısa bir xərc əməliyyatına düzəliş dəyişiklik etmək lazım gələrsə, maliyyənin əməliyyatlar hissəsində sol tərəfdəki filtrlərin içində ödənişin təyinatı filtrindən istifadə edib, yalnız xərc əməliyyatlarını filtrləyərək icra etdiyimiz xərc əməliyyatlarını görüb və müvafiq olaraq onlara 3 nöqtədən düzəliş edib və yaxud silinməsini həyata keçirə bilərik. Əməliyyatları icra etdikdən sonra hesabatlar bölməsində xərclərin hesabatları formalaşır. Hesabatlar bölməsində yuxarıdakı başlıqlarda xərclər hissəsində daxil olanda ilk olaraq sistem içində olduğumuz cari ayın ay üzrə aparılmış əməliyyatlardan formalaşan hesabatları eyni zamanda xərc maddələri üzrə qruplaşdırılmış şəkildə göstərir. İyun ayı ərzində 150 manat icarə xərci, 50 manat nəqliyyat xərci olub. Bu maddələr üzrə müxtəlif xərc adlarında əməliyyatlar aparılarsa, o zaman qarşısındakı bu kalot işarəsinə daxil olub icarə xərci, amma nəyin icarəsidir? Ofisin icarəsi, şərt olaraq anbarın icarəsi, nəqliyyatın icarəsi və s. şəklində əməliyyatlar icra olunduqca açıq detallı baxmaq mümkündür. Eyni zamanda əməliyyatların nə zaman icra olunduğuna, kim tərəfindən icra olunduğuna və s. məlumatlara baxmaq üçün xərclərin qarşısındakı rəqəmlərin üzərinə klikləməklə həmin xərc əməliyyatına aid olan məlumatların izlənməsini buradan həyata keçirmək olar. Eyni zamanda Excel sifarişi də mümkündür. Lazım olarsa açıb tərkibinə də baxmaq olar. Sol tərəfdə qruplaşdır hissəsində müxtəlif ayları seçərək yanaşı qoyub aylar üzrə xərclərin dəyişmə dinamikasını izləmək olar. Eyni zamanda qruplaşdırma bölməsindən xərc maddələri üzrə qruplaşdırmanı xərc növləri üzrə də seçə bilərik. Xərci maddələrini sistemə əlavə edən zaman xərc maddələrinə təyin etdiyimiz növlər üzrə də hesabat formalaşdırır. Burada gördüyünüz kimi bu icarə və yanacaq xərcləri əməliyyat xərci kimi təyin olunduğuna görə burada əməliyyat xərci olaraq çıxır. Digər xərclər də icra olunduqca inzibati xərclər, vergi xərcləri və s. şəklində başlıqlar olaraq formalaşacaq. Daha sonra xərc mərkəzləri üzrə seçmə etmək mümkündür. Xərc əməliyyatını icra edən zaman xərc mərkəzini baş ofis seçdiyimizə görə baş ofis üzrə toplam xərcimizi göstərəcək. Açıq üzərindən isə həmin xərclərin nədən ibarət olduğunu yenə də görə biləcəyik. Digər xərc mərkəzləri üzrə əməliyyat aparılarsa, yəni xərclər istehsalata yönləndirilərsə və yaxud xərclər qaiməyə ya da müqaviləyə yönləndirilərsə, müvafiq olaraq başlıqlar formalaşacaq. Ümumi hesabatların içində istehsal xərclərini də seçməklə istehsalatda məhsulların mayə dəyərinə göndərilən xərcləri də ümumi xərc hesabatına daxil edə bilərik. Gömrük pulu xərcləri də ümumi xərc hesabatına daxil edə bilərik və eyni zamanda qaymə üzrə xərcləri də xərc hesabatına daxil edə bilərik. Sonuncu metod bölməsində isə kassa metodu seçili olduğu təqdirdə bu kassadan, hesabdan birbaşa ödəniş edilərək icra edilmiş xərcləri göstərmək üçündür. Hesablama metodu isə xərc formalaşıb, öhdəlik formalaşıb, amma onun hələ ödənişini etməmişik, yəni borclu qaldığımız xərclər varsa, bu tipli xərc əməliyyatları icra ediriksə, o zaman hesablama metoduna çevirəcəyik və sistem qayməsi yazılıb, qəbzi gəlib, amma ödənişini etmədiyimiz xərclər varsa, onlar da xərc hesabatında göstərəcək. Bu formada bir xərc hesabatını təhlil edə bilərik. Eyni zamanda aylar, rublər və illər üzrə də hesabatlar mövcuddur. Bütün hesabatlarda olduğu üçün burada da Excel çıxarışla ekranda gördüyümüz formatın sənədini çıxarışını əldə edə bilərik.